Təsəvvür edin ki, nəhəng bir avtomobil zavodunuz var. Yəni, hər il bu zavoddan minlərlə maşın çıxır. Aha. Göz oxşayan bir fasadı var, səs-küylü istehsalat xətti var, amma bu maşınların qapağını qaldıranda məlum olur ki, heç birinin mühərriki işləmir. Və daha pisi, bu zavod qüsurlu mexanizmi düzəltmək üçün özünə yeni usta da yetişdirə bilmir. Tamamilə. Bu əslində çox kədərli bir mənzərədir. Dəqiq. Bugün biz məhz bu mənzərəni təhlil edəcəyik. Yəni, niyə 10 illiklər boyu aparılan islahatlara baxmayaraq, universitetlərimiz cəmiyyətin intellektual mühərriki olmaq əvəzinə həmin o qüsurlu zavoda çevrilib? Çox vacib bir sualdır. Biz bugün masamızdakı olduqca kəskin bir materialı, deməli, doçent İlham Əhmədovun universitetlərimizin 30 illik sistem böhranı adlı o məqaləsini, peşəkar təhlilini belə deyək, hissələrə ayıracağıq. Bu dərin təhlilimizdə buna fokuslanacağıq. Və düzü mən deyərdim ki, bu çox cəsarətli bir məqalədir. Hə, mütləq. Amma əvvəlcədən bir şey mütləq aydınlaşdıraq. Baxın, bu mənbədə Elm və Təhsil Nazirliyinə ümumiyyətlə mərkəzi idarə etməyə qarşı çox ağır, yəni sistemli tənqidlər var. Bizim işimiz burada kimisə müdafiə etmək və ya kimisə itham etmək deyil. Əlbəttə, biz tərəf tutmuruq. Bəli, biz sadəcə təqdim olunan o peşəkar arqumentləri, idarəetmə və maliyyə modellərinin niyə səmərəsiz olduğunu sırf mexaniki səviyyədə anlamağa çalışacağıq. Dinləyicilərimiz üçün bunu aydınlaşdıracağıq. Dəqiq. Və burada ən paradoksal, yəni ən qəribə məqam odur ki, biz adətən təhsilin zəifliyindən şikayət edəndə hədəfə birbaşa universitetin özünü qoyuruq. Yəni rektoru və ya dekanı günahlandırırıq. Aha, həmişə belə olur. Amma təhlilimizdəki əsas tezis oldu ki, bu yanaşma kökündən səhvdir. Problemi lokal müəssisələrdə axtarmaq metodoloji bir xətadır. Maraqlıdır. Niyə ki? Çünki əsas məsələ universitetləri yuxarıdan idarə edən mərkəzi icra edici qurumun, yəni nazirliyin qurduğu o strateji idarə etmə arxitekturasındadır. Bütün düyün aradadır. Dayanın, bir dəqiqə. Gəlin burada vəkil olaq. Yəni, təbii olaraq nazirlik deyə bilər ki, biz siyasəti müəyyən edirik, universitetlər isə sadəcə icra edir. Əgər bir dekan öz işini düzgün qura bilmirsə, mərkəzi idarə etmə niyə etməlidir axı? Niyə biz mərkəzləşdirilmiş sistemin avtomatik olaraq səmərəsiz olduğunu iddia edirik? Yaxşı sualdır. Baxın, çünki idarəetmənin miqyası ilə ona ayrılan resurs arasında böyük bir uçurum var. Gəlin biraz tarixi kontekstə baxaq. Aha. Deməli, Sovet dövründə 17 ali məktəb və təxminən 60-70 orta ixtisas məktəbi var idi. Və bu şəbəkəni idarə etmək üçün xüsusi bütöv bir nazirlik fəaliyyət göstərirdi. Yəni sırf bu işlə məşğul olan bir nazirlik. Bəli. Müstəqillik dövründə isə universitetlərin və tələbələrin sayı təxminən 3 dəfə artdı. Amma əvvəllər bu sahəni idarə edən 3 fərqli qurum birləşdirildi və vahid bir nazirlik yaradıldı. Aha, yəni yük artdı, amma idarə edən qurum kiçildi. Tamamilə. İşin ən maraqlı tərəfi də odur ki, 3 dəfə böyümüş bütün bu nəhəng ali təhsil sistemi nazirliyin daxilində sadəcə kiçik bir şöbənin, bəzən isə cəmi bir neçə nəfərin ümidinə buraxıldı. Vay, bu bilirsiniz nəyə bənzəyir? Sanki nəhəng bir fırtınada 50 fərqli yük gəmisindən ibarət bütöv bir donanmanı idarə etməyə çalışırsınız, amma ortada cəmi bir sükan var və o da sahildəki kiçik bir ofisdə yerləşir. Çox dəqiq bir analogiyadır. Yəni, o kiçik şöbə gündəlik əməliyyatları, sənədləşməni çatdıra bilməyəcək ki. Qaldı ki, 20 il sonranın elmi strategiyasını yazsın. Əlbəttə, fiziki olaraq mümkün deyil. Strateji düşünmək üçün vaxt və potensial yoxdur. Və nəticədə nə baş verir? Mərkəzi idarəetmə yalnız kosmetik, o müəllifin sistemsiz modernləşmə adlandırdığı addımlar atır. Kosmetik deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn, hamımızın eşitdiyi o Bologna prosesi var idi və ya kredit sistemi. Bu dəyişikliklər sadəcə kağız üzərində baş verdi. Vahid konseptual çərçivədə aparılmadı. Yəni, reallıqda heç nə dəyişmədi. Hə, reallıqda auditoriyaya girəndə nə görürsünüz? Professor hələ də 1985-ci ilin konspektini oxuyur. Tələbə hələ də əzbərçiliklə məşğuldur. Sadəcə olaraq qiymətləndirmə mexanizmi dəyişib, 100 ballıq sistemə keçib. Aydındır. Yəni, biz maşının mühərrikini dəyişmədik, sadəcə spidometrin üzərindəki rəqəmlərin şristini yenilədik və buna islahat dedik. Dəqiq belədir. Köhnə institutlar bir gecədə universitet adlandırıldı.
Bu heç mi struktur dəyişikliyi gətirmədi? Yəni status dəyişdi axı. Yox, bu klassik bir struktur illüziyasıdır. İllüziya. Bəli, institutların adını universitet qoymaqla məzmun modernləşmir. Baxın, əvvəllər bütün tədris metodik baza, yəni kitablar, proqramlar Moskvadan hazır gəlirdi. Biz müstəqillik qazandıqdan sonra özümüzün elmi bazamızı qurmalıydıq. Lakin bu edilmədi. Yəni sadəcə ad dəyişdi, amma içi eyni qaldı. Bəli. Və mərkəzdən idarə etmə o qədər sərtdir ki, universitet özü yeni bir, tutaq ki, innovativ ixtisas açmaq istəsə belə, köhnəlmiş standartlara çırpılır. Mərkəz isə bu standartları yeniləmək üçün kifayət qədər çevik deyil. Çünki bayaq dediyimiz kimi orada cəmi bir neçə nəfər oturub. Bu bizi birbaşa növbəti məntiqi suala gətirir. Gəlin bunu aydınlaşdıraq. Əgər qərarlar bu qədər mərkəzdən verilirsə, deməli pulların taleyi də oradan həll olunur, elə deyilmi? Maliyyə tərəfinə keçək. Əlbəttə, ən yaralı yerimiz. Mənbəyə əsasən universitetlərin səmərəsizliyinin digər böyük səbəbi budur. Amma siz deyirsiniz ki, universitetlər asılıdır. Lakin son illərdə ölkədə ali məktəblərə o məşhur PHŞ, yəni publik hüquqi şəxs statusu verildi. Hə, verildi. Burası həqiqətən maraqlıdır mənim üçün. Əgər səhv etmirəmsə, dinləyicilərimiz də yəqin xatırlayar, bu status rəsmi olaraq universitetlərə maliyyə muxtariyyəti vermək üçün yaradılıb, düzdür? Onlar öz büdcələrini sərbəst idarə edə bilməli deyildilərmi? Bəli, yəni nəzəriyyədə elə olmalıydı. Amma müəllifin bununla bağlı çox kəskin fikri var. Bu PHŞ statusu sadəcə struktur islahatı illüziyasıdır. O da qapıdakı başqa bir yeni lövhədir. Ciddi deyirsiniz. Bəs reallıq necədir? Real həyatda universitetlərin maliyyə muxtariyyəti sıfıra bərabərdir. Mövcud maliyyə modeli yalnız kəmiyyətə, yəni adambaşına maliyyələşməyə əsaslanır. Yəni hər tələbəyə görə. Bəli, təsəvvür edin, universitetin yeganə real gəlir mənbəyi qapıdan içəri girən tələbənin ödədiyi o təhsil haqqıdır. Tədqiqat üçün ayrıca dövlət qrantları yoxdur, laboratoriyalar üçün xüsusi innovasiya fondları yoxdur. Yaxşı, amma universitetlər o tələbə pullarını cəmləyib özləri üçün tədqiqat mühiti qura bilməzlərmi? Axı PH olduqları üçün pullar özlərində qalmalıdır. Qayda belədir. Məsələ də məhz buradadır ki, qalmır. Mənbəmiz çox spesifik və deyərdim ki, narahat edici bir detalı ortaya qoyur. Nədir o? Universitetlər özləri xroniki maliyyə acılığı çəkdikləri halda, tədqiqata ayırmağa bir qəpikləri olmadığı halda, Nazirliyin təkidi ilə TİFə, yəni Təhsili İnkişaf Fonduna çox böyük məbləğlərdə vəsait köçürməyə məcbur edilirlər. Bir dəqiqə. Mən burada hökumətin məntiqini anlamağa çalışıram. Bəlkə də TİF fondu hansısa kasıb region universitetlərinə dəstək olmaq, resursları balanslaşdırmaq üçün yaradılıb. Bütün dünyada, yəni inkişaf etmiş ölkələrdə mərkəzi fondlar olur axı. Niyə bu belə mənfi bir hal kimi təqdim edilir məqalədə? Mərkəzi fondların olması təbii ki, normaldır, amma o fondlar əlavə dəyər yaradan mənbələrdən, məsələn, sənaye vergilərindən, böyük şirkətlərin ianələrindən və ya dövlət büdcəsinin xüsusi xəttindən formalaşanda işləyir. Amma siz onsuz da büdcəsi yalnız o tələbənin ödədiyi 2-3 min manatlıq təhsil haqqından ibarət olan, mikroskop almağa və ya beynəlxalq elmi bazalara abunə olmağa pul tapmayan bir dekanın əlindən o məhdud vəsaiti alıb mərkəzə yığırsınızsa, bu muxtariyyət deyil. Yəni bu cibdən alıb o biri cibə qoymaqdır, amma ortada elmə qalan heç nə yoxdur. Bəli, bu maliyyə mərkəzləşdirməsinin ən aqressiv formasıdır. Nəticədə lokal səviyyədə, o dekanın otağında hər hansı bir elmi innovasiya ehtimalı tamamilə ölür. İndi mexanizm mənə tam aydın oldu. Deməli, əgər mənim yeganə gəlirim qapıdan girən hər tələbənin başıdırsa və o pulun da bir hissəsi mərkəzə gedirsə, mən universitet olaraq necə sağ qalıram? Çox sadə. Necə? Mən təhsilin keyfiyyətini, elmi kəşfləri ümumiyyətlə unuduram və sadəcə daha çox tələbə qəbul etməyə çalışıram. İmtahandan kəsiləni belə bir təhər keçirirəm ki, pul gəlsin. Mənzərə çox aydındır. Bu mənbənin niyə ali məktəbləri diplom sexləri adlandırdığını tam izah edir. Tamamilə. Sexə keyfiyyət yox, kəmiyyət lazımdır. Diplomu çap et, sat, pulu al, bir qismini mərkəzə ver, qalanı ilə kommunal xərcləri ödə. Deməli, diplom sexi termini buradan gəlir. Bəli, və bir də təmir tikintini yaddan çıxarmayaq. Necə yəni? Bilirsiniz, bu maliyyə böhranının ən faciəvi tərəfi odur ki, məqalədə də xüsusi vurğulanır,
Son 30 ildə universitetlərin əlində qalan o məhdud büdcə də əsasən elmi inkişafa yox, binaların təmirinə, yeni korpusların inşasına, qapı-pəncərənin, fasadların yenilənməsinə xərclənib. Yəni biz 10 illiklər boyu beyinlərə yox, sadəcə betona investisiya etmişik. Çox təəssüf ki, hə. Bəs əgər tədqiqata pul ayrılmırsa və idarə etmə innovasiya tam qapalıdırsa, o zaman bu beton binaların içində dərs deyən insanlar, yəni bu mühitdə gələcəyi quran mütəxəssislər necə formalaşır? İnsan kapitalı məsələsinə keçək. Formalaşmır axı. Biz təhlilin ən kritik nöqtələrindən birinə, yəni insan kapitalı böhranına gəldik. Sistem o qədər qapalı və səmərəsiz bir döngüyə girib ki, nəinki bütöv cəmiyyət üçün intellektual kadr yetişdirir, heç öz daxili ehtiyaclarını belə qarşılaya bilmir. Öz daxili ehtiyaclarını qarşılaya bilməmək nə deməkdir praktikada? Fikir verin, məsələn, MİQ, yəni müəllimlərin işə qəbulu imtahanlarında və ya mövcud müəllimlərin o sertifikasiya imtahanlarında nə baş verir? Hə, son vaxtlar çox müzakirə olunur o. 10 minlərlə müəllim kəsilir. Bəli, 10 minlərlə müəllim öz ixtisası üzrə minimal tələbləri belə ödəyə bilmir. Yəni, universitetlər məktəblər üçün normal müəllim, öz kafedraları üçün isə normal gənc alim yetişdirə bilmir. Sistem öz-özünü bərpa edə bilmir. Amma burada mənim ağlıma dərhal belə bir əks arqument gəlir. Yəni, çox adam da yəqin belə düşünür. Əgər bir müəllim sertifikasiyadan kəsilirsə, bəlkə də sadəcə o müəllim özü tənbəldir. Bəlkə o 4 il oxuyub, amma heç vaxt öz üzərində işləməyib. Niyə biz hər uğursuz fərdə görə yenə qayıdıb sistemi günahlandırmalıyıq? Baxın, sizin verdiyiniz bu sual əslində mərkəzi idarə etmənin illərdir cəmiyyətə sırmağa çalışdığı əsas narrativdir. Doğrudan. Bəli. Müəllif məqalədə bunu səbəb və nəticənin tərsinə qurulması adlandırır. Çox dərin analitik yanaşmadır bu. Səbəb və nəticənin tərsinə qurulması. Biraz açaq bunu. Yəni, mərkəz məsuliyyəti özündən atmaq üçün belə bir ictimai imic yaradır. Biz nazirlik olaraq hər şeyi düz edirik. Qaydalarımız əladır, islahatlarımız mükəmməldir. Amma fərdlər, yəni müəllimlər, rektorlar, tələbələr sadəcə zəifdir. Aha, günah fərddədir. Amma reallıq tam əksidir. Müəllif deyir ki, əgər 10 müəllimdən biri kəsilirsə, bəli, haqlısınız, bu fərdi problemdir, tənbəllikdir. Lakin əgər kütləvi şəkildə 10 minlərlə müəllim ixtisasını bilmirsə, bu artıq fərdin deyil, o fərdi o vəziyyətə gətirən, ona o diplomu verən sistemin məhsuludur. Aydın oldu. Yəni, zəif müəllim problemin səbəbi deyil, illərdir davam edən zəif təhsil siyasətinin və idarə etmənin birbaşa nəticəsidir. Bilsiz, bu doğrudan da baxış bucağını tamamilə dəyişir. Təsəvvür edin, zavodda istehsal olunan bütün maşınların təkəri əyridir, biz isə maşını sürəni günahlandırırıq ki, niyə sən düz yoluna getmirsən? Halbuki dizayn özü səhvdir, maşın belə çıxıb zavoddan. Tam yerində deyilmiş bir misaldır. Yaxşı, bəs belə bir mühitdə fərz edək ki, doğrudan da istedadlı, nəsə etmək istəyən gənclər var. Onlar nə edir bu sistemdə? Onlar sadəcə çıxıb gedirlər. Beyin axını. Bəli, bunu daha böyük mənzərə ilə əlaqələndirsək, mexanizm çox bəsitdir. Bir gənc, məsələn, gedir xaricdə magistratura oxuyur, Avropada tədqiqat görür, böyük həvəslə qayıdır vətənə, öz universitetinə. Nə görür orada? Nə görür? Görür ki, akademik maaş rəqabətə davamlı deyil. Aylıq çox cüzi bir məbləğdir. Onun böyük bir elmi ideyası var, amma qrant yoxdur. Çünki universitetin pulu ya çifə gedib, ya da bayaq dediyimiz kimi hansısa fasad təmirinə. Dekan da onu çağırıb deyir ki, sən heç nəyi dəyişmə, sadəcə köhnə proqramla bu dərsi keç, başqa şeylərə qarışma. Dəhşət. Motivasiya tamamilə sıfıra enir. Və nəticədə güclü bir beyin axını baş verir. İstedadlı kadrlar ya yenidən xaricə qayıdır, ya da tamamilə başqa sektorlara, məsələn, korporativ şirkətlərə, banklara gedirlər. Sistemdə isə yalnız başqa alternativi olmayanlar ya da bu səmərəsiz status quo ilə tam razılaşanlar qalır. İndi isə baxın, əgər siz hal-hazırda bizi dinləyirsinizsə və düşünürsünüzsə ki, mən onsuz da universiteti bitirmişəm, öz ofisimdə işləyirəm, bu akademik idarə etmə detalları mənim gündəlik həyatıma necə təsir edir ki? Çox adam yəqin belə düşünür. Bəli, amma məsələnin ən kritik tərəfi, ən böyük riski elə buradadır.
Biz ölkə olaraq çox sürətlə post-neft dövrünə qədəm qoyuruq. Dövlət səviyyəsində, hətta ən yüksək rəhbərlik səviyyəsində prezident tərəfindən dəfələrlə vurğulanıb ki, iqtisadiyyat şaxələnməlidir, insan kapitalı bizim yeni neftimiz olmalıdır. Bu xüsusi prioritetdir, amma yəni bir sual yaranır, biz bu iqtisadi transformasiyanı o diplom sekləri ilə kimlə edəcəyik? Bu çox mühüm bir sual doğurur həqiqətən. Postneft dövrünün iqtisadiyyatı zavodlarda işləyən fəhlələrin sayına yox, məhz o laboratoriyalarda yaranan innovasiyalara, startaplara, texnoloji həllərə əsaslanır. Yəni əsas resurs neft yox, bilik olacaq. Aha. Əgər sizin əsas dəyər yaradan institutlarınız, yəni universitetləriniz kəmiyyətə hesablanmış bu maliyyə modeli daxilində boğulursa və intellektual baza təmin edə bilmirsə, biz o qlobal texnoloji rəqabəti necə tab gətirəcəyik? Tab gətirə bilməyəcəyik. Əlbəttə, biz sadəcə olaraq texnoloji cəhətdən xaricdən asılı bir dövlətə çevriləcəyik. Hər şeyi xaricdən, hətta mütəxəssisləri belə xarici valyuta ilə idxal etməyə məcbur qalacağıq. Yəni iqtisadiyyatımız yeni, daha güclü bir mühərrik tələb edir. Biz isə hələ də o qapağınma altında mühərrik olmayan maşınlar buraxan o köhnə zavodla irəliləməyə çalışırıq. Məntiq çox sadədir. Əgər biz süni intellekt, bərpa alınan enerji və ya qabaqcıl texnologiyalar sahəsində inkişaf etmək istəyiriksə, o ideyaları sınaqdan keçirəcək, azad, muxtar və elmi tədqiqata həqiqətən pul ayıra bilən institutlarımız olmalıdır. Bəs çıxış yolu varmı? Yəni, müəllif sadəcə mənzərəni qapqara rəngləyib, yoxsa hansısa bir yol xəritəsi də təklif edir? Əlbəttə ki, həll yolları da təklif olunur məqalədə. Müəllif aydınlaşdırır ki, o bayaq danışdığımız kosmetik dəyişikliklər, yəni qapıdakı lövhəni dəyişmək, qurumların adını yeniləmək, sadəcə kağız üzərində islahatlar aparmaq o dövr artıq bitib. Köklü, konseptual dəyişiklik lazımdır. Məsələn nə? Məsələn, universitetlərə sadəcə gənclərin gəlib 4 ilini keçirib diplom alıb getdiyi bir tədris müəssisəsi kimi yox, dövlətin intellektual güc platforması kimi baxılmalıdır. Yanaşma dəyişməlidir. Yaxşı, bu kulağa çox gözəl səslənir, amma praktikada nə deməkdir? Necə işləməlidir bu? Bu o deməkdir ki, idarəetmə dərhal mərkəzsizləşdirilməlidir. Universitet rəhbərliyinə real, sözdə yox, əməldə akademik və maliyyə muxtariyyəti verilməlidir ki, onlar öz elmi tədqiqat profillərini yarada bilsinlər. Maliyyə modeli mütləq kəmiyyətdən keyfiyyətə keçməlidir. Yəni, tələbə sayına yox, elmin nəticəsinə görə pul verilməlidir. Bəli, təhsil haqqından yığılan o cüzi pullar mərkəzə sovrulmamalı, əksinə dövlət tərəfindən elmi tədqiqatlara yönəlik yeni əlavə rəqabətli qrant proqramları yaradılmalıdır və ən əsası idarəetmə prosesi yönümlü yox, nəticə yönümlü olmalıdır. Nəticə yönümlü idarəetmə, yəni mərkəzi qurum nazirliyi universitetin hansı dərsin necə keçəcəyinə və ya hər xırda detala qarışmamalı, sadəcə ondan yekun elmi və akademik nəticəni tələb etməlidir. Tamamilə doğrudur. Azadlıq verməli, amma nəticəni sorğulamalıdır. Aydındır. Gəlin onda bugünkü dərin təhlilimizin, bu müzakirəmizin əsas iplərini bir yerə yığaq. Deməli, dosent İlham Əhmədovun təhlilinə əsasən gördük ki, ali təhsilimizdəki o 30 illik böhranın əsas səbəbi auditoriyadakı gənclərin və ya fərdi müəllimlərin zəifliyi deyil. Problemin kökü bütün sistemi yuxarıdan aşağıya idarə edən, mərkəzləşdirilmiş idarə etmədə, adam başına hesablanan və elmi tədqiqatı məhv edən maliyyə modelində və o xəyali struktur islahatlarındadır. Bəli. Və bu sistem intellektual inkişafı təşviq etmək, insan kapitalını qorumaq əvəzinə universiteti sadəcə ayaqda qalmaq üçün diplom satan bir sexə çevirir. Çox gözəl bir xülasə oldu və mən sonda diqqətinizi bu təhlildəki, belə deyək, çox incə, amma bəlkə də ən amansız bir reallığa yönəltmək istəyirəm. Dinləyicilərimiz də yəqin bunu düşünəcək. Buyurun. Bayaq qeyd etdik axı, 30 il ərzində o cüzi maliyyə vəsaitləri elmə, laboratoriyalara yox, sırf paytaxtdakı universitet binalarının tikintisinə, o bərbəzəkli mərmər fasadlara xərclənib. Bütün pul daşa kəsəyə gedib. Hə, beyinlərə yox, betona. Bəli. Hazırda isə gündəmdə belə bir qızğın müzakirə var. Yəqin eşitmisiniz, deyirlər ki, universitetləri tıxacların və sıxlığın qarşısını almaq üçün paytaxtdan regionlara köçürək. Aha, baxın, əsl fırtına elə burada qopur. İndi mənə tam çatdı. Bəli. Təsəvvür edirsiniz? Dəqiq. Əgər doğrudan da 10 illiklər boyu bizim yeganə elmi investisiyamız tədqiqata və insan beyninə yox, yalnız paytaxtdakı o beton binaların təməlinə, divarlarına edilibsə,
Bugün universitetləri regiona köçürmək qərarı, həmin 30 illik səhv investisiyanın da üstündən bir dəfəlik xətt çəkmək, onu sıfırlamaq demək deyilmi? Dəqiq. Elə ən ağırlı məqam da budur. Yəni, milyonlarla manatlıq fasadlar paytaxtda qalacaq, amma regiona gedən universitetin yenə də heç bir elmi təhqiqat bazası, maliyyə müstəqilliyi və yetişdirilmiş insan kapitalı olmayacaq. O sadəcə boş bir ad olaraq köçəcək. O zaman biz soruşuruq, postneft dövrünə, texnologiya əsrinə qədəm qoyan bir ölkənin gələcəyi divarlara yatırılmalıdır, yoxsa beyinlərə? Sizcə hansı daha vacibdir? Dinləyicilərimiz yəqin ki, özləri üçün bu sualın cavabını tapacaqlar. Bəli. Bugün bizi dinlədiyiniz və bu mürəkkəb təhlili bizimlə birgə, yəni addım-addım incələdiyiniz üçün təşəkkürlər. Düşünməyə, sizə deyilənləri daim sorğulamağa və o zavodun, yəni mühərrikin qapağını qaldırıb baxmağa davam edin. Növbəti görüşlərədək.